Dövlət uşaqlara uşaq pulu borclu deyil. Doğub törəyib, sonra da pulumu verin deyə qışqırmayın. Bir şeydən əminəm ki, Mir Şahin bəyin bu tipli çıxışlarını görəndə Azərbaycanda ölkə halisi tərəfindən ən çox yad edilən, rəhmə toxunan Cəlal Əliyevdir. Sual olunur, hörmətli Mir Şahin bəy, əgər sadə təbəqə uşaq dünyaya gətirməsə, müharibə olanda kimi göndərəcəksiniz? Oğullarınız gedəcək və ya siz silah sarılacaqsınız? Yaxud hansısa millət vəkilinin, məmurun balası ya da qohumlarından kimsə 44 günlük müharibədə adalarının missiya dəftərlərində adı olan oğullar kimi savaşıblar. Mir Şahin bəy, vətən sadəcə pafoslu çıxışların ibarət deyil. Torpaq uğrunda qan tökülərsə torpaqdır. Nədənsə qanı tökülən sadə təbəqə, keyfi üçün isə siz olursunuz. Necə deyərlər? Səfasını biz, səfasını siz çəkirsiniz.